Salam herkese. Bu dəfə, keçən dəfə haqqında danışdığımız hekayənin davamını anlatmaq istəyirəm. Öncə qeyd edim ki, buradakı PWM kontroller sıradan çıxmışdı. Xatırlatmaq istədiyim başqa məqam, buradakı diod özünü normal aparmırdı. Bu PWM kontrol artıq biz yenisi ilə əvəzləmişdik, lakin yeni bir, daha doğrusu orijinal bir çip olmadığı qənaətində olduğumuz üçün yeni çip sifariş etmişik. Və gördüyünüz kimi yeni çiplər artıq gəlib. Bundan başqa diod da artıq buradadır. Yəni diodumuz da artıq gəlib və çiplər də hər ikisi artıq gəliblər. O yüzden bugün biz bu platada yeni çip və yeni diod lehimləmək işi ilə məşğul olacağıq. Ondan öncə buradakı bu diodun özü necə aparmağını sizə xatırlatmaq istəyirəm. Multimetre ekrandadır və biraz daha yaxına. Okey. Və indi diqqət buradakı dioda. Onun müqavimətini yoxlayırıq. $376 ohm. Bir daha da. Bir daha da. 376 ohm. Şubların yerini değişse eğer yine 376 ohm. Bu aslında her iki tarafa eyni müqavimət göstermesi, diyodun her iki tarafa eyni müqaviməti 376 ohmu göstermesi, diyodun xarab olması, diyodun sıradan çıxması anlamına gelir. Ve başka bir taraftan da bu diod, bu cür diyodlar, indi biz sağlam diyodda biz bunu müqayisə edəcəyik. Göreceksiniz ki, sağlam diyodda bu cür müqavimət, bu cür aşağı müqavimət, yani düşük bir müqavimət heç vaxt ola bilməz. Diyodda kilo ohmlar, mega ohmlar olur. Xüsusən də bir tərəfə və əks tərəfə isə heç bir zaman müqavimət keçirmir. İndi biz platanı lehimləməyə hazırlayıb sizinlə yenidən görüşəcəyik. Bir qədər flux əlavə edirik. Kifayət eder. Bu kadar. Çip artık yerinden çıktı. Onu götürdük. Ve burada olmuşken diyodu da götürek. Diyodu da götürdük. Ve indi de lehimleme işlerine başlayacağız.
Diyodu da yerleştirerek bir qədər flaks əlavə edək. Və yeni çipimizi də açara uyğun olaraq yerləşdiririk. Beləcə də diod da açara uyğun olaraq yerləşdirilməlidir. Hər ikisini yerləşdirdikdən sonra indi biz onu lehimləyəcəyik. Lehimleme işleri tamamlandı. İndi son toxunuşlar. Son toxunuşları kesmezden önce bu arada bunlar bizim önceki köhnə xarab diod və çiplərdir. Bu ikisi. Və indi biz bir daha önceki testi tekrar edəcəyik və xüsusən diodun göstərişlərinə baxmağa çalışacağıq. Çünki bu düşünürəm ki, en azından öğrenmek için veya da məlumat bilgi için önemlidir. Önce diod rejiminde baxaq. Diod rejiminde normal diod kimi gösterir ve indi biz müqavimət rejiminde de baxsaq. Gördüğünüz gibi burada artık kilo ohmlar ve hatta biraz dayansaq daha yüksek bir müqavimət, daha yüksek bir direnç görəcəyik. Bu diyodlar için normal bir gösteriştir. Diyod heç vaxt 300-500 ohm, yani kilo ohmun altında olan aşağı bir müqavimət kimi direnç göstərə bilməz. Ona göre de bu diyodun normalda, yani platadan kenarda, kartdan kenarda yoxlasaz əgər, diod bir tərəfə mega ohmlar, ən aşağısı kilo ohmlar
olan bir direnç müqavimət göstərəcək. Əks tərəfə isə sonsuzluq göstərəcək. Çünki diodun funksiyası odur ki, bir istiqamətə cəryanı buraxır, əks tərəfə, əks istiqamətə isə cəryanı buraxmır. Və bu dəyişimdən sonra indi biz son toxunuşlar eləyəcəyik. Ondan sonra artıq plata yoxlamağa hazırdır. Bu qədər, özünüzdən müğayət olun. Görüşərək, sağ olun, salamat qalın.